31 mart 1918-ci il. Bu tarixi unutmaq olmaz. Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxan bir gün. Həmin günlərdə Bakı və digər bölgələrdə daşnaq bolşevik dəstələri dinc azərbaycanlılara qarşı amansız qırğınlar törətdilər. İnsanlar evlərindən çıxarıldı, küçələrdə qətlə yetirildi, hətta körpələr belə bu vəhşiliyin qurbanı oldu. Bu qətliam təkcə Bakıda yox, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Lənkəran və digər bölgələrdə də davam etdi. Qubada aparılan qazıntılar nəticəsində tapılan kütləvi məzarlıqlar bu soyqırımın miqyasını bir daha sübut etdi. Bu hadisələrin təşkilatçıları əsasən daşnaq silahlıları idi. Bolşevik hakimiyyətinin dəstəyini alan erməni hərbi dəstələri bu faciəni daha geniş miqyasda həyata keçirdilər. Məqsəd isə bəlli idi: Azərbaycanlıları öz torpaqlarından silmək. Uzun illər bu hadisələr haqqında danışmağa icazə verilmədi. Sovet dövründə bu qırğınlar bilərəkdən gizlədildi. Amma tarix gizlədilə bilməz. 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi rəsmi şəkildə tanınır.